Salamlayırıq sizi, hörmətli tamaşaçılar. EduNews TV-nin bugünkü qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin prorektoru, professorumuz Mahirə xanım Hüseynovadır. Salam Mahirə xanım. Salam. Xoş gördük sizi. Xoş gördük. Gözəl gün ərəfəsində görüşürük sizinlə. Mənə elə gəlir ki, bu günləri Ulu Öndər Heydər Əliyev Azərbaycan adı çəkiləndə bunlar qoşa çəkilməlidir. Bir professor olaraq, bir xalqın vətəndaşı olaraq sizin bu mövzuya münasibətinizi bilmək istəyərdik. Bilirsiniz, hər tamaşaçılarımızı salamlayıram. Gülşən xanım sizə də salam deyirəm və xatırladıram ki, elə məsələlər var ki, həyatda onlardan kitab yazmaq olar, bir neçə cilt yazmaq olar. Elə hadisələr və elə şəxsiyyətlər var ki, onun haqqında bir neçə veriliş eləmək olar. Amma biz Ulu Öndər haqqında çox böyük şəxsiyyət Heydər Əliyev haqqında ömrümüz boyu danışmalıyıq. Deyim, borclarımı sadalayım istəyirsiniz? Bəli. Mən ölkəmizin azadlığı üçün Heydər Əliyevə borcluyam, bir vətəndaş kimi. Mən dilimizin bugünkü vəziyyəti, dilimizin saflığı, dilimizin dövlət səviyyəsində olması üçün Ulu Öndərə borcluyam. Bir Azərbaycan vətəndaşı kimi. Bütün Azərbaycanımızın memarıdır desəm, memarıdır və yaradıcısıdır, qurucusudur və qoruyucusudur desəm, bəlkə biraz yerinə düşər. Ondan da böyük, daha böyük ifadələr işlətmək olar. Qoruyucusudur dedim, yaradıcısıdır dedim. Ulu Öndər bizim üçün yüksək mədəniyyət, yüksək təhsil, yüksək səhiyyə, iqtisadiyyat, hərb, bütün bunların hamısını özündə cəmləşdirən bir insandır. Böyük şəxsiyyətdir, çox böyük şəxsiyyətdir. Bəli, ayın 15-i Qurtuluş günüdür və bu qurtuluş yine Azərbaycanın qurucusu, yaradılması, bugünkü dövlətimizin təminatçısıdır Ulu Öndər Heydər Əliyev. Və biz, sizin sözlərinizdə həqiqət var, sözlər acizdir Ulu Öndər haqqında və sizin bir çox kitablarınız var Ulu Öndərə həsr elədiyiniz. Gülşən xanım, müdaxilə edirəm, üzrlü sayın. Buyurun. Mən Çingiz Aytmatovun Gün var əsrə bərabər əsərini oxuyuram. Və hamı oxuyub və hamı təbii ki, yəni böyük hissə əhalinin oxuyubdur. Gün var əsrə bərabər və belə bir aforizm kimi yaranıb ki, əsrə bərabər gün var əsrə bərabər. Amma mən şifahi xalq ədəbiyyatının nümunələrini çox sevirəm və il var bir günə dəyməz, gün var binaya dəyər. 15 iyul Qurtuluş günü Ulu Öndərin hakimiyyətə qayıdış günü ölkəmizin vətəndaş müharibəsindən, necə didişmələrdən, çəkişmələrdən qurtardığı günü minaya dəyən gün hesab edirəm. Bəli, və eyni zamanda Qərbi Azərbaycanlısınız. Bəli. Və bugün Qərbi Azərbaycan icması bir çox layihələrə imza atıbdır, işlər görülür. Onunla bağlı düşüncələriniz? 3-4 il bundan qabaq Qarabağlıydıq. Bəli. Bugün hamımız birlikdə Qərbi Azərbaycanlıyıq. Biz buna borcluyuq. Biz bunu etməliyik. Əks halda biz Azərbaycanlı deyilik. Və bir halda ki, o çağırışı bizim Ali Baş Komandan edib, da biz bunu necə etməyə bilərik? Yəni, necə olmaya bilərik? Necə Qərbi Azərbaycanlı olmaya bilərik? Necə Qarabağlı olmaya bilərik? Necə bütöv Azərbaycanlı olmaya bilərik? Olarmı ki, bir ölkənin şimalı, cənubu, şərqi olsun, qərbi olmasın? Belə bir fikir yoxdur, ola bilməz. Həqiqət deyil, xülyadır, xəyaldır və bu xülyaya, xəyala son qoyan Ulu Öndərimiz olubdur və Ulu Öndərimiz Göyçədən gəlmiş qaçqın qardaş bacılarla görüşəndə dedi ki, mən çox ümidliyəm, inanıram, əminəm ki, siz o torpaqlara qayıdacaqsınız, Dədə-baba torpaqlarında öz həyatınızı davam etdirəcəksiniz. 2022-ci ilin dekabr ayının 24-də Cənab Ali Baş Komandan prezidentimiz İlham Əliyevlə bir qrup ziyalıların görüşü oldu. Mən də o görüşdəydim. Əvvəlki Şuşa, indiki Qərbi Azərbaycan icmasının yerləşdiyi bina və həmin binada, həmin möhtəşəm görüşdə
unudulmayan, heç vaxt unudulmayan Azərbaycan tarixində qızıl hərflərlə yazılan həmin görüşdə bizim Ali Baş Komandan dedi ki, o torpaqlar bizim ata-baba torpaqlarımızdır. Biz o torpaqlara mütləq qayıdacağıq. Və mən ona inanıram. Bir ana kimi, vətəndaş kimi 30 illik işğala, 230 illik Xankəndin işğalına son qoyduğu kimi, əminəm ki, biz bir gün Qərbi Azərbaycana qayıdacağıq, özü də sülh yolu ilə. Necə ki, Xankəndinə sülhlə daxil olduq, elə Qərbi Azərbaycana da sülh şəraitində gedəcəyik. Başqa bir məsələ var. İnsanlar düşünür ki, torpaqları qaytarmaq, niyə torpağı qaytarırlar ki? Biz dönəcəyik torpaqlarımıza, torpaq qayıtmaz. Biz qayıdırıq torpaqlarımıza. Biz həmin torpaqlarda doğulmuşuq və doğum şəhadətnaməsini orada almışıq. Yenə də sülh şəraitinə, dava ilə, qırğınla olmayıb ki, biz öz evimizə qayıdırıq. Başqa bir məsələ, problemi yoxdur və bizi dünya qaçqınları ilə, dünyadakı müxtəlif situasiyalarla bizi müqayisə etmək olmaz. Çünki bizim dədə-baba torpaqlarımız. Bu yaxınlarda çox üzr istəyirəm, mən ola bilər ki, biraz əlavəm olur, amma bu yaxınlarda mən Nəsim adlı dilçilik institutunun direktoru çox hörmətli Nadir Məmmədinin yəni uzun müddət 86 il bundan öncəki Xalid Səid Xocayevin özbək alimidir. Bakıda fəaliyyət göstəribdir. Onun tərcümə elədiyi Mahmud Çaşqarının Divan Lüğət Türk əsərinin əlyazmasını tapdı. Və təbii ki, o arxivdə yatmış bir, yəni tullantı şəklində, amma onu tapıb və onu bir-bir üzə çıxarıb, necə deyərlər, necə var, elə, necə var o cür, yəni əlavələrsiz filansız. Bilirsiniz də, Kaşqarinin də xidmətini bilirsiniz və Kaşqari 930 daha böyük bir, hər il onun yubileyini keçirmək olar. O dərəcədə Türk xalqlarına xidmət eləyib. Türk xalqlarının ilk olaraq Türk tayfalarının coğrafiyasını, tarixini, etnoqrafiyasını, dilini, ləhcəsini, ağızlarını, hər birini yazıya alıbdır. Və həmin kitabı varaqlayırdım. Kitabda bir fakt var idi. Yabaqu tayfaları, Yabaqu. Yabaqu, Yamağı, Amağı. Səs düşümləri olur daim. Adi danışığımızda soyuq dediyimiz soyuq deyirik. Yəni müəyyən səs düşümü olur. Burada da bu igid Türk tayfasının adı Yabaqu, Yamağı, Amağı. Bəli, Qərbi Azərbaycanda Amağı kəndi var. Yəni bunu əmoğlu ilə, nə bilim, nə ilə heç cürə bunu uyğunlaşdırmaq, calamaq, yalançı etimoloji təhlil vermək lazım deyil. Bu, bəli, Kaşqarinin göstərdiyi həmin qədim Türk tayfasının adıdır. Qədim Türk tayfası Ermənistanda neyinirdi? Bəli. Türk Oğuz torpaqlarıdır, öz dədə-baba torpağıdır və biz də o torpağın övladlarıyıq. Əminəm ki, Cənab Ali Baş Komandanın rəhbərliyi ilə biz o torpaqlara dönəcəyik. Mütləqdir bu. Bəli. Və türkçü alim, dilçi Həsən Mirzənin bacısı qızısınız. Bəli. Və Həsən Mirzədən danışaq. Bilirsiniz, bəzən adıma elə gəlir ki, Həsən Mirzəyevin bacısı qızı olmaq irəliləməkdir. Amma mən sizə deyim ki, bəlkə də bir adım geri qoymaqdır. Məsuliyyət. Məsuliyyətdir. Nəyə görə? Mən bir dəfə sinonim şəkilçilər haqqında məqalə yazmışdım. Azərbaycan müəllim qəzetini verməliydim. Həsən müəllim də təsadüfən anamın yanındaydı və göstərim ki, mən bu özümə də çox maraqlı gəlir. Bunu verəcəm. Qaraladı, orasını, burasını qaytardı. Mən getdim. Bir də işlədim onu. Bu dəfə düşündüm ki, mən təqdim etməyəcəm Həsən müəllimə. Bunu etsəm, yenə də nəsə bir şey ola bilər. Və o özü dəvət elədi məni. Qəzetə verməmişdən məqaləni gətir, bir də baxım. Və üçüncü dəfə onu təzədən işləməyə mən göndərdim. Ola bilər ki, mən gənc idim zamanında, o mənə elə də xoş deyildi. Amma bugün görürəm ki, mən çox düzgün, doğru, elə qərar verib, elə doğru söz deyib ki, yəni elmdə yanlışlıq olmaz, şəxsi fikir olmaz, mülahizələri yürüdəndə ədəbiyyatlara istinad lazımdır və s. Bəli, mən Həsən Mirzəyevin bacısı qızıyam, o mənim mənəvi atamdır, bioloji atam
nağı kişidir. Amma o mənim bir mayaqdır mənim üçün, yol göstərəndir. Bu gün də mən onu Pedaqoji Universitetin koridorlarında və ya Pedaqoji Universitetdə deyək ki, mən Filologiya Fakültəsinin dekanı idim. İndi beynəlxalq əlaqələr üzrə prorektoram. Hər an Həsən müəllimi yanımda hiss edirəm və hərəkətlərimi ona görə nizamlayıram. İnanın bu belədir. Bəlkə də başqası bu cür düşünmür və mənim düşüncələrimə bir cür yanaşa bilər. Amma mən belə hesab edirəm. Həsən müəllim o qədər böyük insan idi ki, koridorda gedəndə o təbii ki, hörmətli bir adam idi. Koridorun ortası ilə belə getməzdi ki, hamı narahat olmasın, bir tərəfindən gedərdi. Bir insan deyə bilməz ki, Həsən müəllim mənim qolumdan tutmayıb, Həsən müəllim burada məni dardan qutarmayıb, Həsən müəllim burada mənə məsləhət verməyib. Yəni, bu belə baxanda mənə də məsləhətlər verib, amma məni necə deyərlər, biraz sıxan. Bəli, tamamilə. Bir dəfə mən yenə dedim ki, Həsən mən dərslikliyə müraciət eləmişim. Yox, qızım, hələ var. Niyə Həsən mənim? Niyə var? Mənim elmi kitablarım var, mən müdafiə eləmişəm filan. Yox, qızım, dərslikli üçün. Yəni, Həsən müəllim dəyəri şəxsi adama görə, bacısına görə verən biri deyildi. Eyni ilə də vətən xidməti Həsən müəllimdə bax, belə yüksək, fövqəl səviyyədə dururdu. Bulutlar örpək şalındır, xalçalar, lalələr xalça xalındır, Həsən Mirzə qonağındır, de qalsınmı səndə dağlar? Yəni, Həsən Mirzə dağların, elinin, obasının, Qərbi Azərbaycanın, Dərələyəzin qovuşuq kəndinin övladı olaraq dünyaya gəldi. Yəni, böyük dilçi, türkoloq, alim olaraq, amma vətəninin övladı olaraq da son nəfəsə qədər Dərələyəz, Qərbi Azərbaycan deyə gözlərini yumdu və o mənim üçün, bizim üçün, universitetimiz üçün örnəkdir. Allah rəhmət eləsin, ruhu şad olsun. Və Mahirə xanım eyni zamanda vətənpərvər şairədir. Çünki bir çox sözlərin mahnı müəllifi, bir çox dillər əzbər olmuş şeirlərin müəllifi və şairə də deyirik Mahirə qızına. Mən təbiətən şair doğulmalıydım. Mənim anam çünki bu ruhda adam idi, dayım o ruhda adam idi. Atam nisbətən belə siyasi tərəfləri var idi. Amma anamın da, anam 93 yaşında dünyasında idi. Allah rəhmət eləsin. Ağzını açanda bayatı ilə açıb. Anamın bayatlarını, anamın sinəsindən qopan sözləri, valla mənim anamın təhsili olmayıb. Amma yazsan dəftərlərə, kitablara sığmayan, yəni onun sinəsində Azərbaycan şifa xalq ədəbiyyat nümunələri yatırdı. Həsən Mirzə də mən bayaqlar dedim, Həsən Mirzə imzası ilə xeyli şeirlər və 2 şeir kitabının müəllifidir. Və Mahirə xanım da tələbəlik illərindən bu sahədə bir gizli deyək də, aşkar eləmirdi və yazırdı. Sadəcə bir gün mən tələbə, bu həmin Gənc Müəllim qəzeti var idi bizdə və mənim şeirimi mən bilmədən orada çap eləmişlər. Bu şeir də məhəbbət şeiri idi. Mən öz dostumla paylaşmışdım onu. Bir tələbə yoldaşım var idi ki, bu şeiri yazmışım, o sevincindən uçurdu. Sənim o şeiri verib və şeir qəzetdə çıxıb. Mən sabah gələndə qəzeti divarda gördüm. Və mənim şeirim. Gördüm ki, tələbə yoldaşlarım yığışıb, oxuyurlar, mən görəndə, özü gəldi. Mən ağladım, küstüm, necə deyərlər, istəmədim. Hətta oradan uzaqlaşdım. Bir siniyə elə hisslər var ki, insan onu dilə gətirməli deyil, deməli deyil, ucuzlaşdırmalı deyil. O bir göl kimi, dəniz kimi, ümman kimi insanın içərisində göllənməlidir, dayanmalıdır, insanı yaşamağa sövq eləməlidir. Axıb gedirsə bayaqlaşır, mənə elə gəlir, ucuzlaşır, yoxalır, yox olur, tükənir bu mənada. Və mən özümü şairə hesab eləmirəm doğrusu. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, prezident təqaüdçüyəm kitablarıma görə, 16 şeir kitabının müəllifiyəm. Bəli, 50-yə qədər mahnının da sözləri mənimdir. Mən bəzən bunları dinləyəndə, bunlardan danışanda mənə belə çox maraqlı gəlir, həqiqətən maraqlı gəlir ki, deyirəm, bu necə olub ki, mən bu ömrü elə belə yaşadım, xalq artisti Gülyanaq Məmmədova oxuyur. Mən öz-özümə düşünürəm ki, mən bugün otursaydım, görəsən onu yenə elə yazardımmı, yaza bilərdimmi?
Amma yazardım, bəlkə də əlavə yeni çalarlar olardı, amma o səmimiyyətdə olmazdı. Ona görə də hər şeirin, hər dünyaya gələn bir bayatının belə özünün doğum tarixi var. Onun doğum tarixini oyanmayana çəkmək mümkün deyil. Sətirlərini də dəyişmək mümkün deyil. 1500-ə yaxın bayatın müəllifiyəm mən və bayatı janrını çox sevirəm. Çünki anam bayatı janrını çox sevibdir. Laylalarımız, öğütlərimiz, nəsihətlərimiz bu cür, bu yöndə olubdur. Özümü şairə saymıram, inanın saymıram. O böyük dahilərin yanında mən şairə deyirəm. Sadəcə ürəyimə gələnlərdir, yazıram. Mənəm, həmin bəndə mən, həmin səmtdə, yöndə mən. Necə ola bilmədim, sənə qurban gündə mən. Bu mənim ürəyimdən gəlir də. Vətən haqqında nə deyim? Bir parça daş vətəndir, hər şeydən baş vətəndir. Nə deyim? Deyim ki, yaşıl yarpağam vətən, münbit torpağam vətən, nə qədər qoynumdayam, ucalan dağam vətən. Sadəcə mənim ürəyimdən gələn sətirlərdir. Yəni, mən bunu şairlik kimi qəbul etmirəm. Siz bunu bütün tədbirlərinizdə deyirsiniz. Hətta Naxçıvanda yaradıcılıq gecəniz keçirilmişdi, orada dediniz. Burada Nativan klubunda. Yəni, çox eşitmişəm bu sözləri. Təvəzzükarlıqdan irəli gəlir. Və çox gözəl vurguladınız bayaq ki, ananız şeir ruhlu qadın olubdur və o devrin xanımlarının əksəriyyəti diplomu olmayıb, əksəriyyətinin diplomu olmayıb, amma mənəviyyətcə çox zəngin olublar. Amma bizə düzlüyü öyrədiblər. Amma bizə yalan danışmaq olmaz. Qonşuya kinli olmaq olmaz. Bax, biri ölüb gedir bu dünyadan, sonra da başqa biri gedir. Görür ki, o adam elə gəzişir o yana bu yana. Deyirlər ki, bəs sən neçə vaxt ölüb cənnətə, cəhənnəmə niyə getməmisən, sən ortada qalmışsan? Anam bizə danışırdı. Deyir ki, iki nəfər mübahisə edirdi, mən düzün tərəfində olmadım, pisə də pis deyə bilmədim, ona görə ortada qalmışam. Və yaxud da anam deyərdi ki, ölüb gedəndən sonra bir nəfər də ölüb gedir, görür ki, o adamın dilindən ilanlar sallanıb. Biz hamımız qorxu keçirərdik, belə vahimələrdik. Niyə, nə olmuşdu? Bu dünyada yalan danışıbdı. Yəni, sadəcə bizə demirdi, sən yalan deyirsən, yalan deyə bilərsən. O öz, necə gələr, o sinəsindəki ədəbiyyatla, o deyimlərlə 11 uşağı tərbiyələndirib. 11 uşaq ərki çəkdi. Asanı yox, bərki çəkdin. Hamımızdan ərki çəkdin. Baxma belə, nazlı-nazlı. Mən anamdan danışanda, qürurla danışıram. Kövrəlməyim belə qürurdandır. Ağacınıq, götür barı, bizimlə bağla ilqarı, Həsən Mirzə yadigarı. Durma elə nazlı-nazlı. Anamın adı nazlıydı, özü də nazlıydı. Yəni, valla mən, ola bilər də hər kəsə öz anası əzizdir də. Öz anası nazlıdır, nə bilim, maraldır, ceyrandır, durnadır, fövqəl bir qüvvədir. Amma mən hesab edirəm ki, mənim anam biraz da fərqli idi. Anam deyirdi ki, mən ilk şeirimi anama oxuyurdum və ya başım belə bulayardı, yəni çox da qəbul etməzdi o fikri, ya da xələt verərdi, belə nəmər verərdi, necə bir şirinlik verərdi. Mən də bir şeirimdə yazmışdım ki, dünya uzun yolu kəsə, yolçuları bəhsə-bəhsə, Mahirə bəxşiş istəsə, düşmə felə, nazlı-nazlı. Anam ona hey gülürdü. Anam o qədər humanist bir insan idi, o qədər səviyyə o qədər yüksək idi ki, gəlib, məsələn, deyək ki, biri deyir ki, filan kəs qanılmaz da anlamaz, deyirən olsun, sən ona borçlusan. Adam dəli olur ki, hələ bunun elədiklərini mən bir buna borçluyam da, deyir, hə, qanan qanmaza borçludur. Və Mahirə xanım da elə o andaca yazırdı ki, Vüsal da naza borçludur, çiçəklər yaza borçludur. Nazlı anam düz deyir, qanan qanmaza borçludur. Yəni, daim belə bu cür diyaloqlar, bütün analara qismət olmayan bala hörməti, bütün balalara qismət olmayan ana şəfqəti, məhəbbəti, bəli, hakim olub ruhumuza. Bəlkə də şeiriyyət oradan doğur.
Bəli. Və Mahirə xanım, bugün ziyalı kimi, bir ana kimi, bugün bilirsiniz ki, ailədə qohum evliliyinə qarşı indi problemlər yaşanır və artıq qohumluq evliliyinə qadağa qoyulmağa çalışılır. Buna münasibətiniz necədir? Bu ifrat dərəcədə olarsa, mən də onun əleyhinəyəm. İfrat dərəcədə, yəni mütləq ki, xala qızı xala oğlu ilə evlənsin, əmi qızı əmi oğlu ilə filan. Bu pisdirsə, bu pisi dalınca necə sürülməlidir, necə getməlidir? Ya qız, ya oğlan. Ondan da sonra biz tibb elmi sübut eləyir ki, burada bu evliliklərdən çox əcaib hadisələr doğur, çox şikəst övladlar dünyaya gəlir, bu dəqiqə artıb onlar çoxalıb. Bu halda əgər biz ağlımız inkişaf edir, özümüz inkişaf edirik də, biz 100 il bundan əvvəlki insan deyilik, 500 il Peyğəmbər dövründə adamları deyilik və biz bugün sivil dünyada yaşadığımız zaman tibb elminin gətirdiyi, göstərdiyi faktlara mütləqdir ki, əməl etməliyik. Biz istəmirik balamız sağlam olsun, biz istəmirik övladımız xoşbəxt həyat sürsün, onsuz da ailə qurur, qohum olur da. Bunun əlavə bir, bəli, mən elə ailələr tanıyıram, o ailəyə yad adam girmir, nə yad gəlin yoxdur, nə yad kürəcən yox. Adam qalır məəttəl, həqiqətən qalır məəttəl. Mən tam onun əleyhinəyəm, indi yox, illərlə. Bəli, haqlısınız Mahirə xanım. Mən sizə təşəkkür edirəm. Çox sağ olun, çox gözəl çıxışlarınız var, danışığınız var. Təşəkkür edirəm, gəldiniz, minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm və minnətdarlığımı ona görə bildirirəm ki, əvvəla borcunuzdur sizin də, mənim də. Məhz bu günü qeyd etmək. Bəli, mütləq. 15 il Qurtuluş günü qeyd etməliyik. Biz vətəndaş olaraq bu ölkənin, bu xalqın nümayəndəsi olaraq qeyd etməliyik. Kimə borcluyuq, o ünvanı da bilməliyik və bizim borcumuzu bugün sözlə yerinə yetiririk. Mənə elə gəlir ki, 15 iyun geniş miqyasda, xalqın yaddaşında, kitablarda, yazılı ədəbiyyatda, insanların şuurunda mütləq qalmalıdır, mütləq qalacaq və vaxtında da söz demək daha gözəldir. Söz də insan kimidir, yığılanda güc olur, yatıb qala da bilir, ayılanda gec olur. Heç vaxt gec olmayaq, həmişə dövlətimizin, xalqımızın, prezidentimizin ətrafında olur. Mahirə xanım, bir sual da verim. Siz Ulu Öndərlə görüşünüz olub sizin? Oy, mən çox yaralı yerimdir, Gülşən xanım. Mən çox arzuladığım, amma mənim tutduğum mövqe, situasiya onu deməyibdir ki, mən ondan görüşüm. Mən sıradan müəllim olmuşam. Olmayıb da, alınmayıb. Düzdür, o 3 dəfə bizim universitetdə olubdur. Amma mən onda orta məktəbdə müəllimə işləmişəm. Olmayıb. O qədər arzulamışam və indi də deyirəm ki, mən Ulu Öndərlə üzbəyüz görüşməmişəm. O bir xoşbəxtlik olardı, görüşərdim. Amma yenə xoşbəxtəm. Onun hakimiyyət illərində yaşamışam. Və biz tələbə idik. Bizi universitetdən apardılar. Düzdür, biz əl eləmək üçün getmişdik. Amma Ulu Öndər Böyük Hüseyn Cavidin nəşini uzaq Sibirdən gətirirdi. O Hüseyn Cavid ki, Sovet hökuməti onu Pantürkiz deyə sürgün eləmişdi və məhz həmin Sovet hakimiyyətinin illərində Ulu Öndər onu uzaq Sibirdən nəşini gətirib ana vətəninə apardı və orada onu məqbərəsini qurdular və s. Mən o hadisənin şahidi olduğum üçün xoşbəxtəm. Mən onun hakimiyyət illərində yaşadığım üçün xoşbəxtəm. Ona Allahdan rəhmətlər diləyirəm. Onun qurduğu Azərbaycan, onun mənəvi, necə öz övladı, öz varisi cənab prezidentin ətrafındayıq. Həmişə Allah Azərbaycanımızı və prezidentimizi qorusun. Prezidentimizlə görüşmüsünüz amma? Görüşmüşəm. Çox diqqətlə qulaq asmışam. Yəni, qulaq asmaq yox, yəni mən bilməmişəm ki, o hansı nöqtəni tutum. Çünki insan Azərbaycan prezidentidir. Qərbi Azərbaycan illərdir qopub bizdən. 200 ildir. Onun tarixini, coğrafiyasını, təsərrüfatını
necə deyirlər, insanların mətbəxinə qədər, insanların adət-ənənələrinə qədər, insanların nə qədər say, miqdar, faiz hamısını dəqiqliklə və sonda cəsarətlə biz o torpaqlara mütləq qayıdacaq. İnanın ki, mənim həyatımın elə bir anıdır ki, onu təsvir edə bilmirəm. Təşəkkür edirəm. Çox sağ olun. Və bilirsiniz, nə qədər Azərbaycan xalqı var, Ulu Öndər yaşayacaqdır. Və biz həqiqətən də xoşbəxt vətəndaşlarıq ki, həm Heydər Əliyevin vaxtında yaşamışıq, həm bizim Ali Baş Komandan, prezidentimizin devrində yaşamışıq. Mahirə xanım, öncə sizi Turan Akademiyasının akademiki adı aldığınız üçün təbrik edirəm. Bu deyəsən təzə olub. Tamam, yenidir və bugünkü gün cənab prezidentin dediyi kimi Türk dövlətləri, Türk xalqları bizim öz ailəmizdir, ailədir və burada yolumuz Turana doğrudur. İdeyalarımız ümumi türkçülükdür, ortaq türk dilidir, ortaq türk hər bir işdə türk birliyini yaratmaqdır. Və Turan da hər birimizin beynində, o xəyalında, ürəyində olan bir ideya idi vaxtilə. İndi artıq addım-addım ona yaxınlaşmışıq. Onun müxtəlif tədbirləri, akademiyaları, hətta ordusu və s. və s. Və buna görə də mən doğrudan da sevinirəm. Özümdə çox xoşbəxt hiss edirəm ki, bəli, mən Turan Akademiyasının akademikiyəm. Çox sağ olun, minnətdarım. Təbrik edirəm bir daha. Və baxış bucağı Heydər Əliyev və strateji Azərbaycançılıq. Mahirə xanımın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunduğu kitablardan biri və missiya. Adları da seçimli, adları da gözəl, adları da fərqli. Ulu Öndərimiz natiqlik məharəti, Ulu Öndərimizin natiqlik məharəti. Və Ulu Öndərimizə məhəbbət ruhunda. Ürəyiniz nə qədər doludur, Mahirə xanım? Mən 100 ilin imzası bir kitabın yazdım. 100 illikdə. Bilirsiniz ki, 2023-cü il Ulu Öndərimizin 100 illiyi ilə bağlı prezidentimiz sərəncam imzalamışdı. Və inanırsınız, indi mənə deyirlər ki, onun ikinci, üçüncü hissələrini çıxart və mən o haqda düşünürəm. Və siz 4, hətta dediniz ki, biri də evdədir. Hətta 2 kitabım evdədir, yəni gəlməyib, belə deyək, işdədir. Yəni o, Ulu Öndərin Azərbaycan dilinə verdiyi qiymətdir və Azərbaycan dilinin saflığı uğrunda imzalanan sərəncamların Azərbaycan dili üçün bu inkişaf prosesində əhəmiyyəti nədən ibarətdir? Onlardan bəhs eləyir. Siz dediniz, bu baxış bucağı, bunun hər tərəfdən və Ulu Öndərin Azərbaycanımıza və strateji Azərbaycancılığa, Azərbaycanımızın inkişafına baxışları nədən ibarətdir? Və bunlar isə mənə elə gəlir ki, bunların hamısı çox önəmlidir. Ulu Öndərin natiqlik məharəti hər birimiz şahid olmuşuq. Heç onu deməyə ehtiyac yoxdur. Saatlarla televiziya verilişlərində, digər böyük zallarda, vətəndaşlarla görüşlərdə, nə bilim, stadion tutumlu böyük yerlərdə nə qədər dəqiq, diqqətlə, dilin o saflığını qoruyaraq, heç bir yad ünsür daxil etmədən saatlarla danışardı. Və mən bir dəfə bir riyazi dilçilik var. Belə bir araşdırma aparmışım, təəssüf ki, başa çatdırmamışam. Cümlədə adətən biz sadə cümlələrdən istifadə edirik. Sadə cümlələrlə mübtəda xəbəri asanlıqla təyin olunur və mübtəda xəbərlə uzlaşır. Amma prosesdən asılı olaraq 50 sözün daxil olduğu bir cümlənin mübtəda xəbərini uyğunlaşdırmaq asan məsələ deyil və Ulu Öndərin nitqində bunlar var. Və yaxud da Ulu Öndərin nitqindən kiçik bir mətni götürüb araşdırsaq, həmin mətni faiz hesabı ilə çıxarsaq, 60-70% vətən naminə inkişafdır, qalanları da köməkçi sözlərdir, ona qoşulan sözlərdir. Mənim başqa bir kitabım var, Ulu Öndərin nitqində frazeoloji birləşmələr, necə xalq deyimlərini, xalq ifadələrini necə yerində işlədə bilir, hamısını. Yəni, bir var ədəbi dil, bir də var canlı xalq danışıq dili. Canlı xalq danışıq dilində ədəbi dilin normalarını gözləmək lazımdır. Ədəbi dili tam
tam quru formada təqdim etmək olmaz. Orada da canlı o dilin daşıyıcısıyıq axı biz. Ünsürlərdən istifadə lazımdır. Mən missiya kitabı haqqında kiçik bir məlumat vermək istəyirəm ki, Öndər haqqında yazılmış kitablarımdan biri missiyadır. Ulu Öndərin missiyası nədən ibarət idi? Bu Azərbaycanın, bu gözəl Azərbaycanımızın memarı, qurucusu, qoruyucusu, eyni zamanda sənətə, sənətkara verdiyi dəyər, incəsənət adamlarına verdiyi dəyər, bəstəkarlara, rəssamlara, şairlərə, yazarlara verdiyi dəyər. Onlarla şəxsən görüşü. Mənim onun Məmməd Arazla görüşü yadıma düşür. Məsələn, həqiqətən insan nə qədər böyük insan, nə qədər böyük şey, hamı ilə də görüşməyə, necə deyərlər, o sənət adamları ilə vaxt tapsın, onları dəyərləndirsin, onların yaşamaq haqqının daha böyük olduğunu vurgulasın. Bunlar hamısı asan məsələ deyil və mən əminəm ki, mənim Ulu Öndər haqqında yazdığım 6 kitab son deyil, son ola bilməz. Yəni onun fəaliyyəti haqqında, təkcə dilimizin qorunması haqqında, təkcə ədəbiyyat, sənət, sənətkar haqqında yazdığı, daha doğrusu etdiklərini yazmaqla qutarası deyil. Təbii ki, biz də bunu davamlı edəcəyik. Çox sağ olun. Deyir, tarix təkrarlanacaq, tarix varaqlanacaq. Heydər tarixə dönüb yenidən doğulacaq. 15 iyulun Qurtuluş günü Azərbaycanın yeni bir tarixi yazıldı və hər bir kitabın Ulu Öndərin bir cümləsi ilə ifadə eləsək, bu hər bir sözü, hər bir cümləsi bir kitab olar, Mahrə xanım. Tamamilə doğrudur. Bir də Qurtuluş günü biz nələrdənsə, bayaq dediyimiz o vətəndaş müharibəsi, müxtəlif qalmaqallar, nə bilim, dedikodular, filan, düşmən xəyanəti və s. qurtulduq, qurtardıq Qurtuluş günü. Amma bu həm də bir yeni başlanğıcdır. Bəli. Həmin başlanğıc Respublikamızın inkişafı, düşmən tapdağında olan torpaqlarımızın azad olması, 200 illik əsarətə son qoyulması, Qərbi Azərbaycana qayıdış və bu kimi bir sıra məsələlərin eyni zamanda 15 iyul başlanğıc günüdür. Bəli. Bayramımız mübarək. Bayramımız mübarək. Həqiqətən bayramdır. Bəli. Bəli. Ulu Öndər Heydər Əliyev 20 il bundan qabaq deyirdi ki, biz Şuşaya qayıdacağıq, biz Kəlbəcərə, Ağdama, Laçına qayıdacağıq. Və bugün də İlham Əliyev cənabları deyir ki, biz Zəngəzura qayıdacağıq, Qərbi Azərbaycana qayıdacağıq. Və təşəkkür edirəm sizə, hörmətli tamaşaçılar. Bugünkü qonağımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin prorektoru Mahrə xanım Hüseynova idi. Çox sağ olun.